Yenidən hər birinizi salamlayıram. Bu videoda mən sizə to-do modelimizə necə bir user field əlavə etmək olar onu göstərəcəm. Deməli baxın, to-do modelim burdaydı. İçərisində ID, description və isActive var idi. Bir də burada to-do'nun içərisində user field olsun ki, bilək ki, bu to-do hansı userindir. O zaman gəlib burada ID-dən sonra yazıram ki, user bərabərdir. Burada user modelimi import edirəm. Deyirəm from out.models'dan import elə user'imi. Daha sonra gəlib deyirəm ki, bu fields.foreign key yazıram. Və bura model name istəyir, string şəklində. Deyirəm ki, user modelim olsun. Və related name istəyir. Related name olaraq yazıram ki, to-dos. Yəni mən hər hansı bir user'in üzərindən .todos yazsam, onun to-do itemları gəlməlidir. Belə başa düşün hələ ki. Və bir də on delete var. Buna da yazıram ki, fields. Baxın, böyük C hərfini yazanda cascade gəlir. Kliklədim, daha doğrusu bunu seçdim. Bu nə deməkdir? Yəni mən bu useri silsəm, o userə aid, məsələn, hər hansı bir userdir. Həmin useri silsəm, həmin userə aid to-do itemlar varsa avtomatik silinsin. Bu şəkildə mən userimi əlavə elədim. Və burada da isActive yazmışam. Bunu gəlin completed eləyək. Baxdım bir neçə to-do item yazanlara, orada is completed falan yazırlar. Yazıram is completed bərabərdir fields.boolean field'ə. Default olaraq false olsun. Nəyə görə? Yəni tamamlanmayıb. Bu şəkildə olsun. Bunu yazandan sonra gəlirəm to-do'nun içərisindəki routerlara. Burada bir neçə routerımız var. Biz bunu yenə gözdən keçirəsiyik bir-bir. Məsələn, bunları şərh sətrinə alıram. Bir-bir bütün API endpointlərimizi nəzərdən keçirək. Birinci nəyə yazmalıyıq? Create to-do item hissəsinə baxmalıyıq. Baxın, create to-do item'ı buradan kəsirəm, yapışdırıram yuxarı. Və burada da bunu şərh sətrindən çıxardıram. Deməli, bir dənə create hissəsi gəlməlidir. Məsələn, deyək ki, 127.0.0.1 8000 portundan çalışdırırdıq bunu. Ona bir dənə baxım. 8000 portunda çalışdırırdıq. Məsələn, 8000 portundan sonra to-dos create hissəsinə gələndə nə edəcək? Baxın, bu funksiyanı işə salacaq. Burada mən nə edirəm? Deyirəm ki, to-do item, to-do validate-ə əsasən gəlsin. Yaxşı, to-do validate-imiz necə idi? Şemaya baxıram. To-do validate-də description və isActive gələcək. Okay, bura qədər əladır. Bir də user ID-im var burada. User ID-ni də token-dən götürəcəm. Mən o zaman gəlib burada user-i tapa bilərəm. Deyirəm ki, user bərabərdir. User modelimin üzərindən. User modelimi də bura import eləməliyəm təbii ki. Bir də bunları səliqəli hala salaq. Gəlib deyirəm ki, from out.models'dan import elə user modelimi. Və gəlib deyirəm ki, user modelinin üzərindən get or none çağırıram. Bu da await ilə işləməlidir. Gəlib bura await yazıram. Daha sonra nəyə əsasən axtarış edirəm? Deyirəm ID-si bərabər olsun user ID-yə. Bu useri tap. Deyirəm əgər user varsa bura gir, amma yoxdursa belə eləsin. Bir xəta qaytara bilərik də, yəni. Deyirəm raise elə HTTP exception və burada bir xəta qaytara bilərəm ki, status kod bərabər olsun status üzərindən. Baxaq nələr var. HTTP 4 yazıram. Burada 401 xətasını qaytaracam. Yəni düzgün user gəlməyib də, belə deyək. Və burada da detail yazıram. İstifadəçi tapılmadı. Belə bir xəta qaytarıram. Əgər user varsa, o zaman yeni bir to-do item yaradacağam. Deyirəm ki, baxın, burada description var, isActive var. isActive-i də ki, bu şəkildə eləmək əvəzinə gəlib burada şemanı da dəyişirəm. Şemada da to-do validate-də isActive yox, is completed olaraq dəyişirəm. Default olaraq false olsun. Və gəlib indi burada da deyirəm ki, is completed bərabər to-do item.is completed. Əla. Və burada gəlib deyirəm ki, user-də bərabər olsun nəyə? İndi mən buradan userimin ID-sini bura daxil etməliyəm. Ya da elə birbaşa userimi yazaram bura bu şəkildə. İndi detail nömrəli tapşırıq əlavə edildi. Tamam. Create hissəsi tamamdır. Gəlin görək yaradırmı? Məsələn, bunu da bağlayıram. Bunu da bağlayıram. Deməli, database-imizdə userimiz əvvəlki formada var idi. Bunu silirəm. Yeni user cədvəli yaratmalıdır. İndi gəlib terminal açıram. CLS yazdım. Python
index.python'ı çalıştırsam, burada belə bir şey var. Məsələn, config.python'dan yazmışıq. Aha, baxın modelsim var. Modelsi bura daxil etmişəm. Hardan gəlir models də? Baxın burada out.modelsi daxil etmişəm. İndi deyirəm ki, modelsin içərisindən useri seç. Models.user. Bu şəkildə proqramı çalışdırsam, aha, database yarandı. Gəlin baxaq görək nə var. Baxın, to do var, içərisində ID, description is completed və user ID var. Deməli, mən indi gəlib Swagger üzərindən davam eləyək. Buna kliklədim, kontrol basılı tutub biraz böyüdürəm. Burada gəlib docs hissəsinə daxil olsam, baxın, sadəcə to do create'im var. Birinci nə etməliyik? Bir dənə user yaratmalıyıq. Məsələn, gəlib mən burada user olmadan try it out desəm, məsələn, bunu belə dəyişirəm. Is completed false, execute eləsəm, not authenticated yazar. Amma gəlib bir dənə birinci user yaradıram. Parolumda da bir dənə nöqtə olmalıydı, bir dənə də rəqəm olmalıydı. Execute eləyirəm. Bir dənə user yaradır. İndi gəlib login olacam. mushfiq@gmail.com password nöqtə. Cancel dedim, buranı bağlayıram, login olaq. Try it out deyirəm. Burada da parolumu yazıram. Execute edirəm. Baxın, token qaytarır. Bunu da kopyaladım. İndi gəlib authorize edirəm. Tokenimi yapışdırdım bura, authorize dedim. X-i vurdum. Baxın, bu artıq istifadə oluna bilər. Kliklədim bura. Try it out deyirəm. Yazıram item 1. False olsun, tamamlanmamışdır. Execute eləyirəm. Bir nömrəli tapşırıq əlavə edildi. Əla, tapşırığımız əlavə edildi. İndi gəlirəm bura. Burada routersa baxıram. İndi to do itemlara baxmaq üçün də get to do items açıram. Burada da user ID gəlir, okey. Yəni burada token məcburi olduğunu göstərmək istəyirəm. Burada to do itemların hamısını qaytarır. Gəlin birinci belə yoxlayaq. Gəldim bura. Burada bunu cancel dedim. Burada refresh deyirəm. İndi authorize edirəm. Burada tokenimi yapışdırıram, authorize edirəm. İndi burada to do hissəsində try it out deyib execute eləsəm, token verify hissəsində deyəsən səhv tokeni seçdim mən burada. Burada tokenimi unutdum mən. Logində qalıbmı tokenim? Try it out. Bu hissələri də göstərəcəm, hər dəfə login olmağa ehtiyac olmasın deyə. Buradan tokeni kopyaladım. Cancel deyirəm. Buradan authorize düyməsinə logout verib yenidən tokeni yapışdıram, authorize deyirəm və indi gəlib execute eləsəm burada to do hissəsində server xətası aldıq. Nəyə görə? Aha, burada is completed məsələsinə görə nəsə xəta verdi. Baxaq görək harda xəta aldıq. Baxın, show to do var. Tamam, şema hissəsinə gəlirəm. Deməli, burada səhvimiz var ki, is completed yazmalıydıq. Tamam, burada səhvimiz var. İndi gəlib yenidən execute eləyirəm. Baxın, burada gəlir. ID 1, item 1 gəlir. Əla. İndi mən başqa bir user yaradıram. Buradan authorize logout deyirəm. Close deyirəm. Başqa bir user yaradıram. Try it out. Bu olsun Eyvaz. Burada da yazıram eyvaz@gmail.com. Paroldakı eyni olsun. Execute eləyirəm. Yaradıldı. İndi cancel deyirəm. Bir dənə login verək. Yazıram Eyvaz. Parol da eynidir, execute edirəm. Baxın, token verir. İndi mən normalda Eyvazın hesabından girdimsə, mən Müşfiqin yaratdığı to do itemi görməməliyəm, düzdürmü? Authorize edirəm. İndi gəlib to do itemsda execute eləsəm, baxın, yenə görürəm. İndi bunun üçün gəlib burada deyirəm user ID-im var. Deyirəm ki, to do itemları hamısını yox, filter elə. Useri bərabər olsun, user ID yazsam bu şəkildə. Gəlib burada refresh atsam, yenə authorize təbii ki getmiş olacaq. Token qaldı mı yadda? Hə, qalıb. Authorize deyirəm. İndi gəlib buradan to do items üçün try it out, execute eləsəm, baxın, boş bir list qaytardı. Yaxşı, indi mən burada özüm üçün bir dənə to do item yaratsam, yəni Eyvaz üçün də belə deyək. Try it out. Bura yazıram Eyvazın to do item 1-i. Burada da false olsun, execute eləyirəm. Baxın, 2 nömrəli tapşırıq əlavə edildi. İndi gəlib burada cancel dedim.
to do items execute. Baxın Eyvazın to do item 1. Sadəcə öz to do itemlarımı görə bilirəm. Bu şəkildə mən nə etmiş oldum? Yəni sadəcə özümün yaratdığım to do itemları görə bilirəm. İndi qalır digər endpointlər. Mən bunu artıq videoda çəkməyəcəm. Yəni bu digər endpointləri çəkib hazırlamayacağam. Bunları özüm yazacağam və GitHub-da yerləşdirəcəm. Bunlar qalır sizin öhdənizə. Bunları özünüz bir-bir hamısını hazır edirsiniz düzgün şəkildə və nəsə xəta olsa YouTube-da bu videonun altında şərhlərdə yazıb kömək istəyə bilərsiniz və yaxud bu videonun altında GitHub linki qoyacağam. Oradan baxa bilərsiniz mənim yazdığıma. Növbəti videoda görüşəncək.